Qismət Aliyev. İrəli ötürmək Qismətdən. David Volkov istiqamətində və orada Samok top əlindən qaçırır. İkinci cəhdində ələ keçirir. İkinci cəhdə topa yiyələndi. Samok. Serrano ötürmə qapı qarşısına. Zərbə və top direğin yanından keçir. Başla zərbə dəqiq olmadı. İzlilik təkrarı bax burada. Topu qapıdan keçirmək mümkün olmur. İşarə gəldi. Nuriyev birbaşa zərbə endirir və tonanda. Toxunuş var idi mi? Yox. Top direğin yanından keçir. İzlilik təkrarı verir. Top direğin yanından keçir. Təkrardan daha aydın görmək olur. Həmin epizodu izləmək mümkün oldu. Rəhim Sadıxov. Türməcərin meydançasına orada Ruan diqqətli oynayır. Jo Batista top orada mübarizə. Yerə yıxılan futbolçu var. Turan Tovuz komandasından Eren Aydın. Yerə yıxılan oyuncu var. Bax burada. Bax burada Jorge Silva. Ruan'ın müdaxiləsindən sonra yerə yıxıl kubokun finalına yüksəlməyinin təhlükədə olduğu andır. Qırılma anıdır bəlkə də. Ruan komandanın əsas figurudur. Pasivində sarı vərəqə var. Bax bu epizodda əgər o qayda pozuntusu qeydə alınsa penalti təyin olunacaq və ehtimal ola bilər ki, hətta sarı vərəqə də göstərirsin, ikinci sarı vərəqə. Əliyar Ağayev heç nə yoxdur deyir. Oyun davam edir. Mübarizə. Ruan Renato. Eren Aydın. Davar ötürməsi David Volkov'dan çox yaxşı alır indi. Sürətli əks hücum Zirə komandasından. Nuriyev zərbə indirir. Samok. Necə görmədi komanda yoldaşını Anatoli Nuriyev. Özü zərbə indirdi Samok yerində. Əla imkan Zirə komandası üçün. Deməyorlar ki, boş idi, tamamilə boş idi. İsa Cibrila. Cibrila. Cərmə meydançasında ötürmə edə biləcək Mehdi ötürməsini. Eren zərbə indirir və gol! Eren Aydın! Yarım final mərhələsinin ilk qolu gəldi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda İsa Cibrila. Cərmə meydançasına daxil oldu. Çaşbaz saldı, rəqibləri ötürməsini etdi və Eren usta zərbə gəlir ondan. Ayaq içi ilə uzağa fırladır topu. Samok üçün əl çatmaz olur bu. Eren Aydın 0-1. Meydan sahibi qismində çıxış edən Turan Tovuz komandası ötürmə qapı qarşısına. Jo! Topu qapının üstündən vurur Jo Batista. Zərbə də indirdi amma çərçivəyə düşə bilmədi. Jo Batista. Thiago Silva topu oyuna daxil edir. Alejandro Serrano. Gücdən zərbə ilə yerinə yetirir topu. Ötürmə qapı qarşısına. Boşda zərbə. Yenə də top direğin yanından keçir. Yenə top direğin yanından keçdi. Diqqətli oynayır Konate. Ondan irəli ötürmə. Oyundan kənar vəziyyət yoxdur. Eren Aydın cərmə meydançasına yaxınlaşır Eren. Eren alırdı rəqibini. Eren zərbə indirir. Samok! Bax burada oyundan kənar vəziyyət də yox idi. Eren Aydın sürət yığdı. Bir hərəkətlə Hakmanı uzaqlaşdırdı mübarizədən amma Samok burada komandasını Real goldan xilas etdi. Əla oynadı Sergey Samok. Rəşad Sadullah narazılıq etdi. Əmir Epsokda qüvvətli zərbə. Top qapının yanından keçir. Silva. Silva'nın ötürməsi çox risklidir. Riskli ötürmə. Ricardo Martins. Ötürmə qapı qarşısında. Mikes bitirə bilər mübarizəni. Mikes! Leroy Mikes!
topu ələ keçirdi və meydana ikinci daxil olan hər iki futbolçu bu qolda iştirak etdi. Sıfıra çatdırır. Bax burada Roderick Miller'dən topu uğurluyur. Məncə İsa Cibrilanın o qoldakı ötürməsinə görə René Mampasi meydandan çıxarıldı məşqçilər tərəfindən və Roderick Miller oyuna daxildir, amma məncə Miller'in səhvi Mampasinin mövqe səhvindən daha kəskin idi, daha qabarıq idi. Yəni və beləliklə maçın final fitini səsləndirir FIFA referisi Əliyar Ağayev. Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu Turan Tovuz Zirə görüşündə